Yəni mən Mingəçevir şəhərindən sizi narahat edirəm. Özüm Kəlbəcər rayonunun Zar kəndindənəm. 22 ildir mən Mingəçevir şəhər 11 saylı poçt şöbəsində çalışıram. Yəni bu işlədiyim bu müddətdə, işlədiyim bu mühitdə, yəni bu dövrdə 22 il ərzində mən rəhbərlik tərəfindən bir dənə mənfi xəbərdarlıq da almamışam ki, həqiqətən mənim səhvlərim olubdur. Yəni mən çalışdığım qədər, bacardığım qədər mən çalışmışam özümə hörmət qoyum. Özümü insan kimin aparım, yaxşı işçi kimin aparım. Mən elə bilən buna da nail olmuşam. Mən 11 saylı poçt şöbəsində şöbə müdürü işləyirəm 10 ildir. Şöbə müdürü vəzifəsində işləyirəm. Şöbə müdiriyyətliyindən də əlavə 2 ştatı veriblər mənə. Həm əməliyyatçı, həm paştalyon. Həmin şöbədə məndən başqa ayrı işçi yoxdur. O poçtu təkcə mən aparıram. 3 dənə ştata qarşıda 350 manat, 360 manat. Yəni 370 manat. Bax bu 370 manat arası mən əmək haqqı alıram. Heç minimum əmək haqqını da almıram. Ya təəssüflər olsun ki, bunun qarşılığında Yevlax regional poçt filialı müdürü Ramin Oruçlu dəfələrlə mənim poçtumun bağlanması haqqında məni başqa işə yönətmək əvəzində işçi paştalyan sənin şöbən bağlanır deyib məni aşılayır. O şöbə bağlanır ki, o şöbə bir plan vermir. O şöbə heç bir plan gətirmir. Və mən o plan gətirmişəm, mən plan verirəm orada. Mənim o kommersiya satışları ilə əlaqədar mən dəfələrlə baş idarə mənə 1-2-3 dəfə mükafat veribdir. Və həmin mükafatı mənə aldığım əmək haqqı qədər mənə mükafat veribdi, yaxşı işlədiyimə görə. Amma həmin idaranın regional poçt filialının müdürü Ramin Oruçlu deyir ki, o pul sənə səhv hesablanıbdır, o pulu gətir ver mənə və o pul sənə səhv hesablanıbdır. Mən də deyirəm ki, həmin pul səhv hesablanıbsa, həmin pulu növbəti ayda yəqin ki, buxalterimiz əmək haqqıdan tutub geri qaytaracaq. Və təəssüflər olsun ki, bu da belə alınmadı. Yəni, mənim öz əmək haqqımı da geri qaytarmadılar. Öz əmək haqqımı həmin mükafatı geri qaytarmadılar. Və 2 aydan sonra, 3-cü ayda yenə mənə həmin mükafat gəldi. Yenə məni dedi ki, o pulu gətirib verəsən mənə. Və bu adam mənə dövlət tərəfindən verilən mükafatı nəyə görə məni aşılayır, nəyə görə məni şantaj edir. İndi də mənə deyir ki, poçt bağlanır. Sən baş idaradan gəlmişdilər poçtun bağlanması ilə əlaqədar. Yox, poçt bağlanırsa mən etiraz eləmirəm, qoy bağlansın. Amma indi mənə deyir ki, o poçt bağlanmır. Sənin oğurluğun, sənin 1-2-3 dəfə oğurluğun olubdur. Sən narkomansan, sən özünü aparmağı bilmirsən. Mən səni oradan uzaqlaşdırıb gətirəcəm mərkəzi poçt şöbəsinə. Yaxşı, əgər mən narkomanamsa, əgər mən oğruyamsa, yaxşı, məni balaca bir şöbədən uzaqlaşdırıb, gətirib mərkəzi poçta vəzifəmi aşağı eləyib, gətirib mənə poçta əməliyyatçı ştatı təhlil edirsə, əgər narkomanı, oğrunu gətirib o işdən azad edib, o işə yönəldirlərmi? Yoxsa vətəndaşın haqqında cinayət işi qaldırıb, onu işdən azad edirlərmi? Yəni, xahiş edirəm, artıq dərəcədə sizdən xahiş edirəm. Bu işdə mənə köməkdarlıq edin. Əgər mən narkomanamsa, əgər mən oğruyamsa, yox, verin onu dövlət məmurlarına, Milli Təhlükəsizlik Nazirinə, yəni mənim qanımı yoxlatdırın, mənlə bərabər müdiriyyəti qanı yoxlanılsın, mənlə bərabər Yevlax regional poçt filiallarında və Mingəçevir poçt şöbələrində işləyən bütün kişi əməkdaşlarının qan qrupları yoxlanılsın. Artıq dərəcədə xahiş edirəm. Bu məni işdən neçə ildir mənim canım da artıq boğazıma yığılıb. Ya məcburiyyət qarşısında məni məcbur edir ki, ya mən bunu nəsə bir dava eləyim, dalaş eləyim və yaxud da buna nəsə təsir eləyim, bu məni uzaqlaşdırır. Mən səbrimi basa-basa gəlib bu vəziyyətə çıxmışam. İndi də mənim 11 saylı poçt şöbəsində bağlanmaya məni işdən uzaqlaşdırır, mənim vəzifə səlahiyyətimi əlimdən almaq istəyir və məni deyir ki, səni öz kəndinə, doğma kəndinə qədər səni paştalyon göndərtdirəcəm, get. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənim 5-6 ayım qalıb doğma kəndimə gedirəm. Mənə köməkdarlıq eləyin, aidiyyəti qurumlarla əlaqə saxlayın, bu işdə mənə köməkdarlıq eləyin. Bağışlayın ki, sizi bu bazar günü narahat elədim. Çünki məni artıq
narahat edir. O adam məni çox narahat edir. Əsəblərim pozulub, əsəblərim yerində deyil, stres keçirirəm. Mən 350 manata, 370 manata mən işləyən bir adamam. Ailəmdə işləyənim yoxdur. Məndən başqa işləyənim yoxdur. Mənim uşağımın adın familiyasında deyim, ailəmin ad familiyasında deyim. Görün, vurun, sistemə görün. Onlar işləyirmi? İsmailova Fərdə Əvəz qızı mənim həyat yoldaşımdır. İsmailov Fuad Etibar oğlu mənim oğlumdur, üzr istəyirəm. İsmailova Səbinə Etibar qızı mənim qızımdır. Yoxlayın, vurun sistemə, görün məndən başqa işləyənim var, yoxsa yoxdur. Bu adam məndən nə istəyir, mən bilmirəm. Bu adam mən narkomanam mı görüm, mən oğruyam görüm. Sizin əlinizdə nə sübutlar var ki, bunu gətirin sübut elə, mən narkoman oğru olduğumu. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənə köməkdarlıq eləyəsiniz. Artıq dərəcədə xahiş edirəm. Bağışlayın, yenə də ki, bu bazar günü, bu istirahət günü sizin istirahətinizi pozdum. Çox sağ olun. Allah razı olsun. Allah dövlətimizi qorusun. Allah prezidentimizi qorusun. Allah yaxşı insanları qorusun. Bədnəzər, bəduğur insanlardan Allah təala bizləri və xalqımızı hifz eləsin. Çox sağ olun. Bağışlayın ki, yenə də sizi narahat elədim. Hörmətli Vüsal Kəlbəcərli, artıq dərəcədə xahiş edirəm. Bizim bu videomuzu ictimailəşdirin və aidiyyəti orqanlara çatdırın. Və o cümlədən müxtəlif saytlarda, sosial şəbəkələrdə bu müraciətimi paylaşasınız. Allah razı olsun. Sizdən artıq dərəcədə xahiş edirəm.